Ölkəmizin bütün regionlarında ballıq işləri sürətlə davam etdirilir. Bərpa quruculuq işləri Gəncədə də həyata keçirilir. Azərbaycanın ikinci böyük şəhərində müxtəlif sosial infrastruktur obyektləri tikilir, tarixi memarlıq abidələri bərpa olunur, səhiyyə və təhsil müəssisələrində təmir işləri aparılır. Sakinləri sevindirənsə həm də şəhərdaxili yolların təmiri və ictimai nəqliyyatın yenilənməsi ilə bağlı verilən göstərişlərdir. Qədim tarixə malik olan Gəncə həm də Qərb bölgəsinin mədəni mərkəzidir. Şəhərin bir sıra gəzməli görməli yerləri var. Onlardan biri də orta əsrlərə aid olan Şah Abbas məscididir. Məsciddə zaman-zaman təmir bərpa işləri aparılıb. Bərpa olunan təkcə Şah Abbas məscidi deyil. Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və həyata keçirdiyi layihələr əsasında Gəncə şəhərində Cömərd Qəssab türbəsi bərpa edilmişdir. Gəncənin tarixi şəxsiyyətlərindən biri olan Cavad xanın qəbri üzərində möhtəşəm türbə inşa edilmişdir. O cümlədən də müasir dövrdə Gəncə şəhərində mövcud olan müxtəlif tarixi dini memarlıq abidələri də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Ölkəmiz tolerantlıq nümunəsidir. 1887-ci ildə tikilən Aleksandr Nevski Xristian Pravoslav kilsəsi də dövlətin dəstəyi ilə dəfələrlə təmir olunur. Gəncədə orta əsrlər memarlığına aid bir sıra abidələr var ki, onlar da zaman-zaman təmir olunaraq gələcək nəsillərə ötürülür. Bunlardan biri də məhəllə məscidlərindən olan Hüseyniyyə məscididir ki, həmin məscidin də yaxın zamanlarda Heydər Əliyev Fondu tərəfindən təmiri nəzərdə tutulub. Təmir olunan obyektlər arasında təhsil müəssisələri də yer alır. Hazırda Gəncədə 37 və 24 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır. Son illər şəhərdə 28 nömrəli tam orta məktəb yenidən tikilib. Nizami Aydın adına 18 nömrəli tam orta məktəb və 32 sayılı körpələr evi uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən müasir standartlara uyğun olaraq təmir olunub. Şəhərdəki səhiyyə müəssisələri də diqqət mərkəzindədir. Birləşmiş Xəstəxananın perinatal mərkəzi təmir olunub. Gəncə şəhər Birləşmiş Xəstəxanasının perinatal mərkəzi təkcə Gəncə sakinlərinin deyil, ətraf regiondan gələn vətəndaşlara da xidmət edir. Ona görə də Heydər Əliyev Fondunun hədiyyə etdiyi küvəzlər və ultrason müayinə aparatları vətəndaşlara göstərilən xidmətin daha da yaxşılaşdırılmasına kömək edəcək. Xəstəxanamız 80 çarpayıdan ibarətdir. 3 şöbə fəaliyyət göstərir. Hamiləlik patologiya şöbəsi, fizioloji doğum şöbəsi və intensiv terapiya şöbəsi. Xəstəxanamızda yeni doğulmuşların intensiv terapiya şöbəsi də fəaliyyət göstərməkdədir. Hal-hazırda 14 küvezdə uşağımız yatmaqdadır. 3-cü MDB idman oyunları bu il Azərbaycanda keçiriləcək. Oyunların keçirilməsi üçün ölkə üzrə bir neçə şəhər seçilsə də, əsas oyunlar Gəncə şəhərində təşkil olunacaq. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncədə geniş miqyaslı təmir tikinti və abadlıq işlərinə başlanılıb. Şəhərdə Qafqazın ən böyük idman sarayı istifadəyə verilib. Hazırda isə şəhər stadionunun tikintisi davam etdirilir. Gəncə şəhər stadionu 1964-cü ildə istifadəyə verilmişdir. Bir sıra oyunlara ev sahibliyi edən stadion son zamanlar baxımsız vəziyyətdə idi və nəhayət ötən il aprel ayında köhnə stadion sökülərək yerində yeni və müasir standartlara uyğun böyük bir stadion inşa edilməyə başladı. İşlərin böyük bir hissəsi artıq görülüb. Yeni stadionun tikintisinin bu ilin sentyabr ayına dək yekunlaşacağı gözlənilir. 3-cü MDB oyunları ölkəmizə keçiriləcək və bununla bağlı olaraq açılış və qapanış mərasimləri stadionda nəzərdə tutulub keçirilməsi. Stadionumuz 9.2 hektar ərazini əhatə edir. Ümumi olaraq 40 min kvadrat metrdən çox ərazisi var. Deməli 15 min 400 arası azakeş tutumuna malikdir. Stadyumumuzda əlavə olaraq futbol akademiyası var kənarında, 2 ədəd ot ölçülü mini stadionumuz var məşq prosesləri üçün. Stadion dünya standartlarına cavab verir. Əhalinin rahatlığı üçün şəhər daxili yollar da təmir olunur. Yol ətrafında olan fərdi yaşayış evləri və çoxmənzilli binaların fasadları və dam örtüyü yenilənir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gəncədə şəhərdaxili yolların təmiri və tikintisi aparılır. Agentlik tərəfindən təmir olunan küçələrin ümumi uzunluğu 843 min kvadrat metr təşkil edir. Bununla yanaşı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən də şəhərdə bir sıra küçə, prospekt və məhəllə daxili yolların təmiri planlaşdırılır. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunacaq küçələrin ümumi uzunluğu isə 200 min kvadrat metr təşkil edir.
Bütün bunlarla yanaşı şəhərin ictimai nəqliyyatı da tamamilə yenilənəcək. Beləliklə tezliklə Gəncə daha da çiçəklənəcək. Həm sakinlər, həm də şəhərin qonaqları abad və səliqəli şəhərdən zövq ala biləcəklər. Tahirə Teymur qızı, Ramin Mehdi, Rüstəm Mikayılzadə, İTV Xəbər, Gəncə.